Verilişin baş sponsoru Best Beef ət və ət məhsulları. Salam, hər vaxtınız xeyir olsun. MTV Azərbaycanın efirində sənin seçimin canlı olaraq yayımdadır. Bugün süd vəzi xəstəlikləri və onun diaqnostikanın ümumiyyətlə bu xəstəliklərdə rolu mövzusunda danışacağıq. Ümumiyyətlə xanımlarda baş verəcək adi xoşxassəli işlərdən xərçəng xəstəliyinə gedən yol, düzgün, doğru müayinə və diaqnostikanın aparılması. Mövzu ilə bağlı təbii ki, müzakirə etmək üçün studiyamıza dəyərli mütəxəssislər dəvət etmişik. İlk olaraq sizə onları təqdim edim. Milli Onkologiya Mərkəzinin onkoloq-mamoloqu Günel xanım Məmmədova. Doktor, xoş gəldiniz. Çox sağ olun Ülviyə xanım. İlk öncə sizə təşəkkür eləmək istəyirəm dəvətiniz üçün. Biz təşəkkür edirik. Eyni zamanda Milli Onkologiya Mərkəzinin həkim radioloqu Turab Abdiyev. Doktor, siz də xoş gəldiniz. Çox sağ olun Ülviyə xanım. Dəvətiniz üçün təşəkkür edirəm. Biz təşəkkür edirik ki, dəvətimizi qəbul etdiniz. Bugün biz təbii ki, Milli Onkologiya Mərkəzindən biz artıq bir neçə proqramdır ki, oran dəyərli peşəkar mütəxəssislərlə bağlı danışırıq. Bu xəstəliklər haqqında doğru bilinən yanlışlar həddən çoxdur. Bəzən insanlar çarəsini harda və necə müayinələrdə axtaracaq deyə suallar qarşısında çox acizdirlər. Ona görə bu haqda peşəkarların danışmasına daha çox zaman ayırırıq ki, insanlar doğru düzgün maariflənə bilsin. Günel xanım, başlayaq elə sizdən. Süd vəzi xəstəliyi deyəndə ilk olaraq bizdə hər zaman sonda olan xəstəlik elə xərçəng sözü ilə əvəzlənir. Nədənsə bunu sırf olaraq onkoloji xəstəliyə bağlayırıq. Amma fərqində deyilik ki, o xərçəngə qədər də bir yol və mərhələ getməlidir, deyilmi? Və orada müəyyən başqa adı altında xəstəliklər də var. Bəzən də biz bunu ümumiyyətlə ya görməzdən gəlirik, ya çox bəsidə alırıq, ya da bəzən adi xəstəlik ilə xərçəng qədər də böyüdüb panikaya düşürük, deyilmi? İstəyirəm bu xəstəliklər haqqında danışaq, sonra artıq ağırlaşmış dönəminə keçək. Buyurun. Bəli, Ülviyə xanım, siz də qeyd etdiyiniz kimi süd vəzi xərçənginə qədər süd vəzi xoşxassəli xəstəlikləri müşahidə olunur ki, biz bunları qruplara ayıra bilərik ki, burada ilk öncə süd vəzi xanımların bizə ən çox müraciət səbəblərindən olan fibrokistik dəyişikliklər, süd vəzin kistləri, fibroadenomaları, süd vəzin iltihabı xəstəlikləri, o cümlədən süd vəzin intraduktal papiloma dediyimiz axardaxili papiloması qeyd etmək istəyərdim. Və süd vəzin fibrokistik dəyişikliyi dedikdə, fibrokistik dəyişiklik əslində xəstəlik kimi qiymətləndirilmir. Bu, süd vəzlərində hormonal dəyişikliklərlə bağlı olan struktur dəyişikliyidir. Və burada hormonal dəyişiklik dedikdə nə nəzərdə tutulur? Yəni, estrogen hormonlarının yüksəlməsi, progesteronun çatışmamazlığı və o cümlədən prolaktin hormonunun yüksəlməsi. Xanımlar ən çox ağrı şikayətləri ilə, süd vəzlərində həssasiyyətin artması şikayətləri ilə bizə müraciət edirlər və burada necə deyim, vacib qeyd etmək istədiyim qorxulu bir dəyişiklik hesab edilmir və əgər xanımlarda süd vəzində ağrı şikayəti varsa, biz burada ilk öncə sıx buzqalterin taxılmasını, ikinci etapda dietanı məsləhət görürük. Yəni, burada kofein tərkibli içəcəklərin azaldılması, yağ tərkibli qidaların qəbulunun azaldılmasını məsləhət görürük və əlbəttə ki, yəni, yanaşı olaraq da dərman müalicəsi təyin olunur. Yəni, ərküdə tərkibli meyvələr, tərkibli dərmanlar, yəni təyinatı göstəriş hesab edilir. Süd vəzlərin kistləri dedikdə, süd vəzin maye tərkibli boşluqlu, xoşxassəli dəyişikliklər hesab edilir və kistləri də öz növbəmizdə bir neçə qruplara ayıra bilərəm ki, süd vəzin sadə kistləri, iltihablaşmış kistləri və yaxud da ki, mürəkkəb kistlərinə ayıra bilərik. Sadə kistlər heç bir fəsad vermədən, əgər şikayət vermirsə, onları biz ancaq dinamik nəzarətdə saxlayırıq. İltihablaşmış kistlər adətən süd vəzlərində ağrı və yaxud da dəri dəyişikliyi, yəni iltihab əlamətləri verə bilər. Mürəkkəb kistlər dediyimiz hemoragik kistlər, misal üçün, əgər mühtəviyyat qanla doludursa, bunlar hemoragik kistlər hesab edilir və yaxud da ki, əgər kistə daxilində divaryanı komponent varsa, bu artıq fəsadlaşmış kistlər hesab edilə bilər. Müalicəsinə gəldikdə isə sadə kistləri biz ölçüsünü nəzərə alaraq 2 sm-in altında olan kistləri nəzarətdə saxlaya bilərik. Ağrı verirsə müalicə təyin olunur. Lakin 2 sm-in üzərində sadə kistlərin mühtəviyyatının boşaldılması tövsiyə olunur. Divaryanı komponentli kistlər yüksək risk
qrupa daxildirlər və bunlarda adətən biz cərrahi müdaxilə məsləhət görürük. Bundan əlavə süd vəzin fibroadenoması dediyimiz süd vəzin birləşici toxumasından əmələ gələn xoş xassəlikləri də qeyd etmək istəyərdim ki, yaş qrupu olaraq müxtəlif yaş kateqoriyasında təsadüf edilməsinə baxmayaraq ən çox cavan xanımlarda müşahidə olunur. 18-35 yaş arasında xanımlarda müşahidə olunur və ələ gələn hərəkətli bir kütlə şəklində müşahidə edilə bilər. Fibroadenomalarda da biz adətən 2 santimetrə qədər olan fibroadenomaları ancaq dinamik nəzarət 6 aydan bir cavan xanımların ultrasəs müayinəsini məsləhət görürük. Lakin 2 santimetrin üzərində olan fibroadenomaların da müalicəsi cərrahi müdaxilə hesab edilir. Bunların sonra biz qayıdacağıq, doktor, nədən yaransın dediyimiz bu kislər və fibroadenoma yaranma səbəbi nəyə bağlıdır və bu yaşda çox fərqlidir ki, və təəccüblü də deyil ki, həmin o dönəmlər yeniyetmə dövrünə keçdiyinə görə bəzən valideynlər də çox ciddiyə almırlar. Bəzən də yaş dönəmidir, bu menstruasiya dövrünün başlandığı mərhələlər müəyyən zaman keçdikdən sonra artıq yetkinlik dönəmidir, ötüb keçər dediyimiz, çox bəsidə aldığımız, amma həqiqətən də onun kökündə ciddi məsələ dayanacaq bir mərhələdir. Bu haqda danışacağıq. Doktor, mən istəyirəm diaqnostika. Bilirik ki, mən hər zaman deyirəm ki, bir xəstəliyin doğru düzgün müayinəsi və diaqnostikası tam olaraq onun elə müalicəsinin yarı faizini hardasa təşkil edir desək yanılmarıq, deyilmi? Və burada sırf peşəkar və mütəxəssis bunu aparmalı və burada bizim hardasa şübhələndiyimiz, ağlımıza gəlməyən məqamların bəlkə də qorxuya düşüb əslində olmadığı məqamları peşəkar aşkarlamalıdır. Təbii ki, həkim radioloq olaraq istəyəcəm bu haqda danışasınız. Ultrasəs müayinənin həmin süd vəzi xəstəliklərində nə qədər rolu və bizə hara qədər aşkarlamaq fürsəti verir deyə. Buyurun. Tamam, çox təşəkkür edirəm sualınız. Çox aktual bir mövzuya toxunmusunuz. Süd vəzi xəstəlikləri barəsində son statistikalara görə hətta dünyada hər il 2,3 milyon insan süd vəzi xərçənginə yoluxur ki, bundan da 670 mini dünyasını dəyişir. Azərbaycanda bu göstərici hal-hazırda qeydiyyatda olun 18 min nəfərdir. Bunların tam yəni yeni müalicə üsullarının təkmilləşməsi ilə əlaqədar olaraq, erkən aşkarlama müayinə üsullarının təkmilləşməsi ilə əlaqədar olaraq sağ qalın faizi müsbət tendensiya doğru irəliləmişdir. Hətta tam yarısı demək olar ki, 8062 nəfəri bu xəstələrin, süd vəzi xərçəngi ilə əziyyət çəkən xəstələrin 5 illik sağ qalım müddətini keçmişdir. Bu da çox müsbət bir göstəricidir əlbəttə ki. Verdiyiniz sual, əlbəttə, müayinələrin, diaqnostik müayinələrin çox böyük önəmi vardır. İlk öncə mammoloqlar, ixtisaslaşmış, yüksək ixtisaslaşmış mammoloqlarımızın baxışından sonra onların qərarı ilə, yəni bulğulara əsasən, tapıntılara əsasən onlar müəyyən, məsələn, yaş kateqoriyasında nəzərə alaraq 40 yaşın üstü qadınları, məsələn, mammografiya müayinəsi, 40 yaşın altı qadınları, 35 yaşında hətta bəzi mənbələrdə qeyd qadınları daha çox ultrasəs müayinəsinə yönləndirirlər. Və bundan əlavə olaraq, məsələn, Milli Onkoloji Mərkəzdə süd vəzi xəstəliklərinin dəyərləndirilməsi üçün geniş bir müayinə çeşidləri vardır. Yəni bu çeşidləri mammografiya, ultrasəs müayinəsi, tomosintez müayinəsi, MRT, mammografiya müayinəsi, hətta ehtiyac irəliləmiş xərçəngin irəliləmiş mərhələlərində pozitron emission tomografiya, PET-CT müayinəsi aparılır. Müzakirəmiz qaldığı yerdən davam edir. Doktor, dediyiniz kimi fobiya əslində çox böyük bir ciddi bir məsələdir və xanımlarımızın da panika keçirməsi, bəzən də bu psixologiyada da belə bir şey var da, düşüncə və şuuraltı nəyləyisə artıq biz düşünürüksə və onu görmək qorxusu da yaşayırıqsa, sonucda təbii ki, o bizi gəlib qapacaq, belə deyək, tutacaq və biz buna yoluxmaq təhlükəmiz çox-çox böyük bir riskdir. Və bu panikanı belə qorxunu götürmək, bəzən də insanda dediyiniz kimi doğru düzgün maariflənməməkdir. O qədər bu xəstəliyin adını belə
sözləri eşidəndə insanlarda, yəni hər zaman deyirik ki, xərçəng son deyil və xərçəng son ölüm deyil. Xərçəngin müalicəsi var. Necə ki, bizdə dəyərli bizim Milli Onkologiyanın baş həkimi Azad Kərim də iştirak edəndə vurğuladı ki, yəni bu son deyil və bu müalicə olunan xəstəlikdir. Bunu belə də necə ki, bizim ürəyimiz, ciyərimiz, belə deyə də bir tənəffüs yolumuzda bir problemə də bağırsağımıza var, necə qaça-qaça gediriksə, bunu da onlardan bilək. Niyə bu qədər qorxu var? Baxın, doktor, siz görürsünüz də, nədir bu qorxu? Antireklamdırmı? Doğru, düzgün maariflənməməkdirmi? Mütəxəssislərin mi bu haqda danışmamasıdırmı? Təbii, bu dediyiniz bütün faktorların cəmidir var burada. Yəni, bu problemlərdə bir də xəstə yaxınlar, yəni pasientlərin yaxınlarının fobiyası, pasientlərin özlərinin fobiyasından daha artıqdır. Çalışırıq ilk öncə onları bir maarifləndirək ki, bu pasientlərə növbəti mərhələlərdə həm pasientlərlə psixoloji dəstək baxımından, əgər xərçəng aşkarlanırsa təbii ki, aşkarlanmasa belə, yəni yaxınlarını qorxutmamaq baxımından əlbəttə maarifləndiririk. Günel xanım da, mən də təbii olaraq biz mərkəzin, Milli Onkologiya Mərkəzinin əməkdaşları olaraq biz bu bizim borcumuz və bunları icra edirik. Xəstə ultrasəs kabinetində müayinəyə başladıqdan sonra, əlbəttə, başlayandan sonra ilk öncə xəstə, yəni mammoloqun şübhəli qaldığı məqamları araşdırmağa başlayırıq, əlbəttə. Müayinəmiz başlayandan sonra ilk öncə, məsələn, gənc yaşlarda daha çox üstünlük verdiyimiz, Günel xanım bayaq qeyd elədiyi kimi kistlər, süd vəzinin xoşxassəli dəyişikliklərinə üstünlük veririk, araşdırmağa üstünlük veririk. Daha çox kistlər, fibroadenomalar, papilloma genişlənmiş süd axarları, iltihabi dəyişikliklər, əgər mastit aiddir bura, məsələn, süd verən gənc bir xanımdırsa, orada qalıq südün iltihablaşması ola bilər. Yəni, bu yönümdən daha çox araşdırmalar aparılır. Daha böyük yaşlarda, məsələn, klimaksa yaxın və klimaksdan sonraki dövrlərdə əlbəttə daha çox süd vəzin bədxassəli dəyişikliklərini araşdırmağa başlayırıq. Ultrasəs imkanları böyük olan bir müayinə metodudur. Digər metodlardan fərqli olaraq, düzü digər metodlardan imkanları genişdir, amma ultrasəsdə bu imkanlar daha genişdir. Çünki ultrasəs dinamik olaraq aparılan müayinə metodudur. Ultrasəsdə təyin olunmuş yeni törəmənin və ya xoşxassəli dəyişikliyin qan təchizatını təyin eləmək mümkündür. Onun konturlarını, toxuma sıxılığını, ondakı, məsələn, ətraf toxmalara, yaxın toxmalara və yaxud da uzaq məsafədə olan orqanlara yayılımını, yəni əgər xərçəng təsdiqlənirsə təyin etmək mümkündür. Bundan əlavə olaraq xəstələrimiz müraciət etdikdən sonra və xəstəlik təyin etdikdən sonra təbii olaraq biz protokollarımızda onların xoşxəstəli dəyişikliklər və yaxud da bədxəstə Bayrat sistemi var. Bayrat sistemi süd vəzi xəstəliklərinin sinifləndirilməsidir. Yəni, siz dediyiniz kimi, xoşxəstəlikdən bədxəstəliyə doğru sinifləndirilməsidir. Bu sinifləndirməyə əsasən orada biz öz fikirlərimizi bildiririk mammoloqa kömək olaraq və ona əsasən də artıq mammoloqlarımız, dəyərli yüksək ixtisaslaşmış mammoloqlarımız ona uyğun olaraq bizdən sonraki mərhələlərdə digər müayinələrə göndərə bilərlər və yaxud da bizim nəticələrlə nəticələrimi yetərli sayıb müalicə təyin edə bilərlər. Bəli, əslində mən deyirəm ki, hər zaman həkim radioloqların üzərinə daha çox məsuliyyət düşür. Doktor, razılaşarsınız, siz təbii ki, bir şübhə bildiyiniz və uyğun bildiyiniz halda birbaşa təyinatı göndərirsiniz, amma onlarda o xəstəliyin xoş və bədxassəli məlumatını verən həkimlər məhz onlar olur və dediyiniz kimi onun ətraf və ailə üzvlərinin də qarşısına məhz sizlər çıxırsınız ki, sonucda nəticə budur deyə. Ona görə də nə qədər həkim nə qədər çox arzulayar ki, hər dəfə xoş xassəli bir məlumatın çatdırılmasını istəsin. Amma yenə də burada peşəkarlara bağlı məsələ gedir ki, biz sonucda istəmədiyimiz və arzulamadığımız xəbəri və diaqnozu alsaq da belə, bu əslində son deyil və etibar və güvən burada artıq rola keçir və insanın yaşamaq mücadiləsi, onu da ki, sizlər onu aşılayırsınız, deyilmi? Eyni zamanda da psixoloq olursunuz da, insanların psixoloji durumunu tam olaraq, bilirsiniz, mücadilə etmə eşqini qoymursunuz sönməyə. Bu çox böyük bir əslində bir mərhələdir. Baxın, Günel xanım, doktor vurğuladı, xoş xassəlidən biz artıq bədxassəliyə gəlir. Bəzən biz bədxassəli işləri aşkarlayarkən, onlar üzərində müalicəyə daha çox, belə deyil, diqqətimizi yönəldərkən, amma biz burada xoş xassələri də unutmamalıyıq, deyilmi? Onlar da diqqətdən kənarda qalmamalıdır. Əlbəttə ki.
Bəli, sizinlə razıyam Ülviyə xanım və onu qeyd etmək istəyərdim ki, burada bildiyimiz kimi qadın həyatın simvoludur və qadın sağlamlığı cəmiyyətin sağlamlığı deməkdir və özünü müayinə edən xanım öz həyatının qəhrəmanıdır və xanımlarda özünü müayinə qorxusu həyat qorxusuna çevrilməsin və biz xanımların süd vəzlərinin müayinəsini tövsiyə edirik ayda bir dəfə. Menstrual siklin bitdikdən 5-ci, 7-ci gün xanımların özlərinin müayinəsi. Yəni bu müayinə necə həyata keçirilməlidir? Güzgünün qarşısında xanım dayanır və dəridə olan dəyişikliklərə diqqət yetirir. Dəridə olan qalınlığın artması, ödemin olması, o cümlədən dəri batıqlığının olması, gilənin içəri dartılması, bunlar artıq bizə işarə edə bilər ki, bəli, bu yəni xanım mütləq həkimə müraciət etməlidir. İkinci etapda əllə müayinəni barmaqların ucu ilə saat əqrəbi istiqamətində həyata keçirilməlidir. Üçüncü, qoltuqaltı müayinə həyata keçirilir və gilədən gələn ifrazatın xarakterinə diqqət yetirmək lazımdır və bu 5 dəqiqə xanımımızın həyatını gələcəkdə xilas edə bilər. Və məlum olduğu kimi, belə bütün xanımların ümumiyyətlə doktor qeyd etdiyi kimi 35 yaşa kimi biz ultrasəs müayinəsi, Dünya Səhiyyə Təşkilatı 40 yaşdan sonra deyir, lakin xəstəliyin cavanlaşmasını nəzərə alaraq 35-dən sonra həkimə müraciətləri və mammografiya müayinəsindən keçməsi tövsiyə olunur və son zamanlar ümumiyyətlə süd vəzi xəstəliyi çox cavanlaşıbdır və bu nöqteyi nəzərdən nə ilə əlaqəlidir? Yəni stres faktoru. Ümumiyyətlə, birinci süd vəzi xərçəngində risk faktoru qadınların qadın olmasıdır. İkinci, genetik amili qeyd etmək istəyərdim ki, genetik amil, yəni burada süd vəzi ana xəttin qohumlarında əgər süd vəzi xərçəngi varsa, bu xanımlar həm süd vəzi, həm yumurtalığa görə yüksək risk qrupasındadılar və bu xanımlarda, məsəl üçün, BRCA1, BRCA2 genetik mutasiyaların yoxlanılması da tövsiyə olunurdu ki, onların nə dərəcədə risk qrupasında olub-olmadığını aşkarlamaq məqsədi ilə həyatımızdakı gündəlik stres, bundan əlavə hormonal dəyişikliklər və müasir devirdə xanımların süd vermək istəməmək arzusu, yəni o da xanımları yüksək riskə daxil edir və o cümlədə doğmayan qadınlar, hətta piylənmə faktoru belə xanımları yüksək riskə daxil edir ki, yəni piy toxumasının özü belə, yəni yumurtalıq necə estrogen hormonu sintez eləyir ki, süd vəzi onun hipersekresiyası, yəni normadan çox olması xərçəng riskini artırdığı halda, o cümlədən də piy toxumasının özü də eyni hormonu sintez eləyir və ona görə də piyli xanımlar da yüksək risk qrupasındadılar. Doktor, bizim süd vəzi xəstəliyinə və yaxud da belə deyək, xərçənginə yoluxmuşum. Birbaşa bizim yumurtalıq qadın dölü, qadın ginekoloji cinsel orqanımıza fəsad yaradacaq deyəcək bir qorxu varmı? Mütləq yəni yansıyırmı? Yoxsa bizdə cinsel orqanımızda olan problemin fəsadı da bizə süd vəzidə ciddi problem yarada bilər? Yəni hansını ardıcı? Bəli, süd vəzi xoşxassəli dəyişiklik dediyimiz fibrokistik dəyişikliklərin əmələ gəlmə səbəblərindən biri süd vəzinin hormonal dəyişikliyidir. Yəni burada istəyir qalxanvari vəzi xəstəlikləri və istər yumurtalıq xəstəlikləri aiddir. Süd vəzi xərçənginə gəldikdə isə, yəni hormonların hipersekresiyası, yəni estrogen hormonunun normadan yüksək olması, o da ilk növbədə yumurtalıq tərəfindən sintez olunur və o da süd vəzi xərçəngi riskini artırır. Doktor, təbii ki, biz diaqnostikadan danışdıq, ultrasəs müayinənin nə qədər faydası var deyə bunu da sizdən eşitmiş olduq. Amma yenə də müasir avadanlıq və müasir aparat və cihazların təminatı təbii ki, burada danılmazdır. Onların olması bizə daha çox imkanlar və fürsətlər yaratdı. Bildiyimə görə Milli Onkologiya Mərkəzində Rezona A20 cihazı, hansı ki, yeni nəslin, belə deyək də, iri miqyaslı innovasiyalarla təşkil olunmuş, bizə çox bəlkə də bugünə qədər xəyal etmədiklərimizi belə aşkarlamaqda imkan verir. Bu haqda danışmağınızı istəyəcəm. Yəni, ilk olaraq məhz sizdə Onkologiya Mərkəzində bu aparat var və bununla yoxlama şansını da insanlar üçün fürsəti əslində verirsiniz. Bu özü də əslində böyük bir imkandır. Yəni, belə bir imkan və belə bir fürsətdən mənə ilə gəlir dəyərləndirilmək və faydalanmaq bizə vacibdən də önəmli, mütləqdir. İstəyirəm bu aparat haqqında, cihaz haqqında danışaq. Buyurun. Əlbəttə. Bu cihaz Çinin Mindray şirkətinin Rezona A20 ultrasəs cihazıdır. Bizə ekranlarda da görünür.
A20 modeli ultrasəs cihazıdır. Bu cihazın indiyə qədər ultrasəs cihazlarında olan və olmayan çox üstün cəhətləri vardır. Ən son innovativ texnologiyalarla, yenilikçi texnologiyalarla təmin olunmuşdur. Məsələn, cihazda ultramikroangiyoqrafiya funksiyası vardır. Məsələn, süd vəzi və yaxud da süd vəzindən kənar digər orqanlarda aşkar olunmuş törəmələr vardır. Törəmələr və yaxud da hər hansı bir toxuma dəyişikliyinin nə dərəcədə, toxumanın, həmin təyin olunan toxumanın canlı olmağını təyin etmək mümkündür. Mikroangiyoqrafiya adından da məlum olduğu kimi kiçik ölçülü damarların, hətta 4 mikrona qədər ölçüdə damarların təyini üçün bu müayinə aparılır və bu zaman biz, məsələn, mammoloqlarımız, digər, məsələn, onkoloq, digər sahələrdə ixtisaslaşmış onkoloqlarımız xəstələri göndərdikdə bizdən toxuma canlılığını, hətta bu müayinə vasitəsilə, məsələn, kimyoterapiya müalicəsindən, şüa terapiya müalicəsindən sonra staging deyirik, mərhələləndirməni təyin etmək üçün, məsələn, kimyoterapiya müalicəsindən sonra qalan çapıq toxumanın canlılığını təyin etmək üçün, yəni bu müayinədən istifadə edirik. UMA müayinə, bu funksiyanın adı UMA-dir. Bu UMA funksiyası vasitəsilə biz artıq həkimimizə toxumanın canlı olduğu və yaxud da müalicənin sonlandırması barəsində bir istiqamət vermiş olur ki, sonlandırın və yaxud da davam eləyin. Gedişatı tam olaraq ayrılsın. Əlbəttə, yəni mərhələləndirmək üçün çox üstün müayinə metodudur. Bundan əlavə olaraq, məsələn, sırf onkoloji xəstəliklərin təyinində kontrastlı ultrasəs müayinəsi, bu tam yeni, innovativ metoddur, hətta dünyada yeni tətbiq olunma. Yeni deyil də, dünyada bir artıq 10 ildir tətbiq olunmağa başlayıbdır. Bizdə də bizim özümüz bəzi ölkə xaricində, bəzi ölkələrdə bu barədə məlumatlar alırdıq, konferanslarda, hətta bəzən seminarlarda iştirak edirdik, yəni bunlar barəsində informasiya alırdıq, amma bu cihaz indiyə qisməti oldu. Artıq bir neçə aydır ki, Milli Onkoloji Mərkəzdə bu cihaz vasitəsilə xəstələrimizi müayinə edirik və bu cihazda artıq bu funksiya var və hal-hazırda xəstələrimizdə bu funksiyanı icra eləməyə başlamışıq, bu üstünlükdən istifadə etməyə başlamışıq. Artıq 20-30 xəstədə istifadə eləmişik və çox böyük nəticələr almışıq. Həm həkimlərimiz razıdır, həm xəstələrin həyatında, hətta belə deyək ki, onkoloji xəstəlik, onkoloji meyilli olmayan törəmələrdə də belə onu icra eləmişik və biz burada, məsələn, bu aşkarlanan törəmənin hansı dərəcədə onkoloji xəstəliyə səbəb olacağını belə təyin edirik. Artıq risk faktorunun belə nə dərəcədə. Bundan əlavə olaraq həmin cihazın yağlı fətli liver laboratory funksiyası var. Məsələn, yağlı qaraciyər laboratoriyası. Tərcümədə belə qaraciyər yağlanmasını təyin etmək mümkündür. Əvvəllər qaraciyər yağlanmasını ultrasəs mütəxəssisləri gözlə təyin edirdilər. Artıq cihazda rəqamsal göstəricilərlə bunu təyin edir, daha dəqiq. Artıq gözəyarı deyil də daha dəqiq təyin etmək mümkündür ki, bu da Azərbaycanda və yaxud da dünya ölkələrində bilirsiniz, qaraciyər piylənməsi böyük bir tendens alıbdır. Hətta qaraciyərin ağır xəstəliklərinə belə cirrotik dəyişikliklərə, oradan qaraciyər xərçənginə gətirib çıxara bilər. Yəni çox önəmli bir mövqedədir. Bu haqda da danışacağıq. Doktora, bu qadınlarımızın arıqlama çaylarını və özlərinə tətbiq etdiyi bu iynələrin nə dərəcədə bizə, baxın, bu xəstəliyə meyilli yaratmasına. Bizim reklam fasiləmiz var. Qısa reklam arasından sonra yenidən buradayıq. Reklamlar. Reklamlar bitdi, müzakirəmiz davam edir. Xatırladaq ki, biz bugün süd vəzi xəstəlikləri və onların diaqnostikanın bu xəstəliklərdə rolu və faydasından, ümumiyyətlə bu müayinəli kimlər aparmalı, müalicə kimlər tərəfindən aparılmalıdır mövzusunda danışırıq. Mövzuya keçməzdən öncə verilişimizin baş sponsoru Best Beef ət və ət məhsullarına dərin təşəkkür etmək istəyirəm. 2002-ci ildə Elite Food Company adı altında və Best Beef markası altında fəaliyyət göstərirlər. Uzun illərdir ki, artıq bizim sağlam qida
qidalanmağımızın təminatında dayanaraq xüsusi peşəkarlıqla böyük bir müəssisə fəaliyyət göstərir. Hansı ki, artıq Azərbaycanda çox sevindirici haldır ki, Şərqi Zəngəzur və Qarabağ istehlakçıların da artıq xidmətinə verilmişdir. Best Beef sənin seçimin. Təşəkkür edirik və mövzuya keçid alırıq. O qədər onkoloji xəstəliklərdə mövzular çoxdur ki, bu zamana nəyi sığışdıracağıq deyə adam düşünür, amma hər şeydən qısa-qısa da danışıb əhatəli etmək istəyirik. Yəni, sizin kimi peşəkarları bugün burada iştirak etmişkən bu fürsətdən yararlanaq. Doktor, mən arıqlama çaylarını dedim. Təbii ki, bunlar qadınların hansısa bir fəsadından yan keçməyə bilməz. Bəlkə də özümüz də düşünmədən hansısa bir vizual xarici görünüşümüzü demək dörd-dörtlük etmək istəyərkən, amma daxili orqanlarda nə baş verdiyini anlamırıq. Çünki bunu da anlaya bilmərik. Çünki mütəxəssis də deyilik. Bəzən də kənardan olan müdaxilələr deyilən tövsiyələrə doğru düzgün qarşılamırıq, qıcıq yaradır bəzilərimizdə və bir də xanımlarımızın bu bədən quruluşuna, bu sinələrində ümumiyyətlə uşaqları dünyaya gətirdikdən sonra süd verməmə məsələsi. Hər ikisi birləşir yenə də bizim gözəl görünüşümüzün sağlam olmayan orqanizmimizin demək olar tarazlığına. Bu əslində psixoloji bir məsələdir. Biz bunda dismofobiya deyirik. Bu bədəndə bu qüsurlar ümumiyyətlə qəbullanmamaq, çatışmamazlıq. Amma yenə də sizin bu sahəyə uyğunluğunu və fəsadlarından istəyirəm danışaq. Xanım, arıqlama çayları, yəni sırf xəstəliklərin əmələ gəlməsində və yaxud da ki, bədxassəlik şiş yaratmasında təsdiqini tapmayan bir teoriya deyərdim də. Sadəcə olaraq mən bunu əlaqələndirə bilərdim ki, yəni sırf arıqlama çayları immun sistemin aşağı enməsi, yəni zəifləməsi və o fonda da əlbəttə ki, bütün xəstəliklərin baş qaldırılması şəklində müşahidə edilə bilər. İkinci verdiyiniz sual, bəli, xanımların süd verməməsi. Bu, adətən ikili olaraq təsir göstərir. Yəni, bu həm körpəmizə, həm də ki, anaya mənfi təsir edir. Körpəyə, yəni, məlum olduğu kimi ana südü çox vacib, körpənin inkişafı üçün çox vacib hesab edilir və ana südünün tərkibində körpəni ətraf mühitin zərərli vərdişlərindən, o cümlədən immunitetini qoruyacaq immunoglobulin vardır. İmmunoglobulin A dediyimiz, hətta mədə-bağırsaq sistemi fəaliyyətinin, o cümlədən ətraf mühitin allergik reaksiyasından qoruyacaq ana südündə qoruyucu immunoglobulin vardır və ona görə də körpə üçün ana südünün qəbul edilməsi çox vacibdir. Analarda isə adətən süd verməmək, süd vəzin iltihabı doğuşdan sonraki devirdə süd vəzin iltihabı xəstəliyi dediyimiz mastit və yaxud da ki, süd verməmək xanımlarda, məlum olduğu kimi süd verən xanımlarda menstrual sikl süd vermə devrində biraz gec bərpa olunur və bu o deməkdir ki, yumurtalıqların hormon sintezi az olur və süd vəzinə mənfi təsiri azalır. Lakin süd verməyən xanımlarda isə doğuşdan sonraki devirdə estrogen hormonları yumurtalıqlar tərəfindən daha çox sintez olunur və o cümlə bu nöqteyi nəzərdən də süd vəzlərində xərçəng riski yüksəlmiş olur. Və süd verməyən anallarda yəni daha çox psixoloji durumlara təsadüf edilir. O da hormonal dəyişikliklərlə əlaqəlidir və süd verən xanımlarda da osteoporoz riski azalır. Yəni bu baxımından da və o cümlədən də ana südü körpə ilə ana arasında bağın möhkəmlənməsinə əlbəttə ki, sevginin elə birbaşa körpünü məhz o yaradır. Doktor, bu onkoloji xəstəliklərdə indi nə dərəcədə bunun adı keçir? Bəzən də bunu plastik cərrahiyyə ilə bağladı. Ginekamastiya bugünün də əslində çox da qabarmasa, gizli də geçsə, amma çox geniş vüsət almış bir xəstəlikdir ki, bəzilərimiz də bunu elə özümüzdə bir belə deyək də utancıqlıq, bir fobiya kompleks olaraq gizlətməyə maraqlı olduq. Övladlarımızda müəyyən çəki köklüyü ilə bağlıdır deyib ötüb keçər dediyimiz, amma əslində bu da ciddi bir xəstəlikdir. Bu haqda da istəyirəm danışacaq. Sonra doktorumuz da bu əslində müayinələrin və diaqnostikləri olur. Ülviyə xanım, ümumiyyətlə süd vəzi xəstəlikləri deyəndə ilk öncə qarşımıza qadınlar canlanır. Halbuki, yəni süd vəzi xəstəlikləri kişilərdə də müşahidə edilir və ginekamastiya dediyimiz süd vəzlərin inkişafının normadan çox olmasıdır. Müxtəlif
müxtəlif yaş qruplarında təsadüf edilməsinə baxmayaraq ən çox yeniyetmələrdə təsadüf edilir və burada adətən qəbul olunan medikamentoz dərmanların təsiri, misal üçün qeyd etmək istəyərdim ki, və yaxud da idmanla məşğul olan cavan oğlanlarda qəbul etdikləri dərmanlarla əlaqəli süd vəzlərinin böyüməsi, gilə arxası nahiyədə bərklik şəklində müşahidə edilir və ginekomastiyada məlum olduğu kimi hormonal pozğunluq da böyük rol oynayır. Yəni burada estrogen hormonlarının yüksəlməsi və testosteronun azalması. Estrogen ümumiyyətlə süd vəzinin inkişafına cavabdeh olan hormondur. Testosteron isə kişilərdə əzələ və tüklərin inkişafına cavabdeh olan hormondur və bu nöqteyi nəzərdən də estrogenlərin yüksəlməsi süd vəzlərində ginekamastiya dəyişikliyinə yol aça bilər. Və müalicəsinə gəldikdə isə ginekomastiyada əsas cərrahi müdaxilə hesab olunur. Doktor, bunların aşkarlanması, bəylər, bu günlərin çoxu da kompleks yaşayır, amma yenə də sizi, məsələn, həkim, radioloq olaraq Turab Abdiyev bilərək bəlkə də daha çox fobiya olmadan da müraciət edir, amma sayımız çoxdur, deyilmi? Ən azından gündə əlbəttə, təbii, gündə ən azından 2-3 xəstə hər gün. Baxmayaraq ki, ümumi süd vəzi xəstəlikləri arasında 99% qadınlardır, 1% cəmi kişilərdir, amma 2-3 xəstənin gündəlik olması bu təkmilli onkologiya mərkəzində olan əsas mən aparıram bu yönümdən olması çox yüksək göstəricidir. Bayaq Günel xanım qeyd elədi, risk faktorları hansıdır? Məsələn, yetkinlik dövrünə qədər olan dövrdə, 18 yaşında olan dövrdə uşaqlarda olan hormonal disbalans, yetkinlik dövrünə qədər hormonal disbalans, ondan sonraki dövründə bəzi preparatların, idman, yəni belə deyək, steroid preparatlarının və yaxud da digər preparatların qəbulu nəticəsində hormonal disbalansın yaranması, yaşlı xəstələrdə, məsələn, prostat vəzi xəstəliklərində təyin olunan hormonal müalicədən sonra hormonal disbalansın yaranması nəticəsində son dövrlər çox qəribədir, amma aortik hormonal şuntlama aparılan xəstələrdə də artıq bir neçə xəstədə olub ki, ondan yuxarı xəstədə olub ki, ginekamastiya, yəni süd vəzi inkişaf zonası deyək, kişilərdə normalda süd vəziləri, döş vəziləri deyirik, döş vəzilərində pi toxuması və əzələ toxuması görərik, amma o hormonal disbalans nəticəsində, yəni dediyimiz kimi testosteron aşağı düşmə, estrogenlərin səviyyəsinin yüksəlməsi nəticəsində süd vəzi inkişaf zonası yaranır. Həmin o gil arxası zonada və orada hətta kiçik ölçülərdən böyük ölçülərə qədər böyüyür və ginekamastiyadan sonraki mərhələ uzun müddət davam edəndə, xüsusən yaşlı xəstələrdə bunun xərçəngə keçmək riski, yəni çox yüksəkdir və buna görə də məsələn uşaqlarda hardasa dəyərli mammoloqlarımız hardasa uşaqlarda, yəni 18 yaşa qədər olan uşaqlarda və ya daha 20 yaşa qədər götürək uşaqlarda gözləmə mövqeyini, yəni izləmə mövqeyini, dinamikada izləmə mövqeyini üstünlük versələr də artıq daha yaşlı xəstələrdə əgər aşkarlanarsa, bizim cavabımızdan asılı olaraq radioloqların əsasən ultrasəs müayinəsinə təyin olunur. Cavabından asılı olaraq cərrahi əməliyyata üstünlük verirlər. Yəni medikal müalicə o qədər də gözlədiyimiz nəticəni burada vermir. Əlbəttə, medikal müalicə hormon balansının düzəldilməsidir, amma məsələn, bayaq qeyd elədim, kişilərdə, uşaqlarda, gənc yaşlarda hardasa idman preparatlarının dayandırılmasından sonra geri çəkilim olur, onunla yenə də biz nəzarət edirik, əlbəttə, yəni nəzarət edirik orada ölçülərə kiçilməsindən asılı olur. Əgər kiçilmədik halda mütləq əməliyyat göstərişi olur, amma məsələn, prostat vəzi xərçəngi xəstəsi hormonal müalicə alır. Onu həmin müalicəni dayandıra bilmədiyimiz üçün məcburən, məsələn, ginekamastiya aşkarlandığı halda ginekamastiyanın cərrahi yöntəmlə aradan götürməsinə üstünlük veririk. Bəli, bir də doktor, bizdə oğlan uşaqlarında biz deyirik də bir sinənin artıq süd vəzi və pi vəzlərin böyüməsi olur və həmin dönəmdə bəzən bizim qızlarımızda, belə deyək də qız uşaqlarımızda 20, hətta
22-24 yaşlarında belə ümumiyyətlə sinə böyüməməsi, hətta belə formal olaraq görüntüsünün olub, amma zahiri heç bir görüntüsü olmaması məsələlərində qarşılaşırıq, deyilmi? Bunların kökündə nədir? Bu təbii ki, daha çox araşdıranda baxırsan genetik faktor, irsi meyillilik öz rolunu oynayır. Amma yenə də bunun sonradan təbii ki, uşaqlarda dünyaya gətirəcək süd vermə məsələsindən tamamilə mümkün olası deyil. Həm də ki, ciddi formada bir kompleks yaşanır da. Burada hansı müdaxilələr, məsələn, belə deyək də, tibb artıq hansı müdaxiləni vacib görür? Bəli, süd vəzlərinin ümumiyyətlə inkişaf etməməsi adətən qeyd etdiyiniz kimi, bəli, hormonal pozğunluqlar, genetik faktor, yəni bu məqamlar dayandığı halda biz adətən xanımlara nə məsləhət görürük? Yəni burada cərrahi müdaxilədir. Müdaxilə, yəni plastik əməliyyat və bu xanımlara biz adətən uşaq dünyaya gətirdikdən sonra bunu tövsiyə edirik. Çünki bu hamiləlik dövründə istər-istəməz döşün quruluşunda dəyişikliklər əmələ gəlir. Döşdə olan fizioloji dəyişikliklərlə bağlı, yəni bunun müalicəsi deyərdim ki, yoxdur. Yəni süd vəzinin inkişaf etməməsinin müalicəsi yoxdur. Ancaq yeganə müalicəsi cərrahi müalicədir. Bu vəziyyətdə daha çox seçimlərin vurğulayırlar implant qoyulması sinədə. Bəli. Bu nə dərəcədə uyğulu tətbiqdir? Yəni bunun sonradan təbii ki, süd vermə məsələsində qarşılayacaq bir istədiyimiz nəticə o qədər olmaya bilər, deyilmi? Ülvi xanım, yəni implantın onkoloji xəstəlik yaratmaq heç bir ədəbiyyatda və yaxud da ki, hələ ki təsdiqini tapmamışdır. Hətta bizdə Milli Onkologiya Mərkəzində, yəni cərrahiyyə şöbəsində süd vəzinin onkoloji xəstəliklərinin cərrahi müdaxiləsi ilə yanaşı eyni anda rekonstruktiv cərrahi, implantla rekonstruktiv cərrahi müdaxiləsi bir etapda həyata keçirilir. Yəni belə olan halda implant, yəni onkoloji xəstəliyin yəni sonradan uşaqlara süd vermə mərhələsini təminatını yaradırmı implant? Məsələn, çox kiçik həcmli süd vəzinin böyüməməsi olan bir qızda daha çox valideynlərdə nədənsə bu əməliyyat qorxusu var da. Deyirlər elə əməliyyatdansa bəlkə də implant yerləşdirək, hardasa sinənin iri olmasını tənzimləyək. Amma sonradan bir valideyn olaraq süd verməsində təbii ki, orada bir problem, maneə olacaqmı? Yəni implant bildiyiniz kimi əlavə cisimdir. Yəni əlavə cisim olduğu halda da, yəni xanımlar əməliyyatdan öncə məlumatlandırılır. Məlumatlandırılır ki, bəli, ola bilsin ki, yəni süd vermə ilə bağlı bəzi problemlər yaşaya bilərsiniz. Çünki bunu nəyə görə sual verdim? Bu, ona görə deyirəm ki, onkoloji xəstəliklər bəlkə də yeganə xəstəlikdir ki, burada doğru bildiyimiz yanlışlar çoxdur. Bəzən də düşünürlər ki, elə bizdə implant qoyduq, elə bizdə normalda necədirsə elə olacaq, istədiyim qədər də süd verəcəm, heç bir maniyam olmayacaq. Bəlkə də bunu doğru düzgün həkimlər də zamanında bilgiləndirmir. Çünki indi plastik cərrahiyyənin də indi artıq bilirik ki, bəziləri çox təəssüf olsun ki, peşəkar olmayan insanlarda da çox ciddi problemlər yaşanır. Doktor, əgər məndə bir xəstəlik daşıyıcısı deyiləm, genetik və irsi meyliliyim yoxdursa, mən müayinələrim ildə neçə dəfə, hansı aydan bir, hansı müayinələr keçməliyəm? Bir də istəyəcəm, xahiş edəcəm ki, irsi və genetik faktora meyilliyəmsə, onda mən hansı formada nəzarətdə qalmalıyam bu haqda? Bu da aktual bir sualdır. Xəstələr əlbəttə, yəni özləri düşünürlər bunun barəsində. Məsələn, genetik faktor olmadan, yəni genetik xəstəliyə, yəni ailə üzvlərinizdə heç kimdə xərçəng xəstəliyi olmadan, məsələn, gənc xanımlardan gedirsə, məsələn, 40 yaşının altında olan xanımlardan, 35 yaşının altında olan xanımlardan ildə bir dəfə müraciət etmək yetərlidir. Ultrasəs müayinəsi, çünki onlara mammoqrafiya müayinəsi göstəriş deyil. Amma, məsələn, 40 yaşın üstü qadınlarda ildə bir dəfə mammoqrafiya müayinəsi və eyni zamanda da ildə bir dəfə ultrasəs müayinəsi aparılması tövsiyə olunur. Yox, əgər risk qrupuna aid olan, yəni ailədə hər hansı bir qadın üzvündə, yaxın qohumlarda xərçəng varsa, burada ana, bacı, xala və yaxın ana xəttinə aid olan qohumlardan gedir. Varsa, risk qrupundasınız və yaxud da süd vəznində bəzi xoşxassəli dəyişikliklər və xoşxassəli dediyimiz dəyişikliklər var ki, məsələn, süd vəznində axar genişlənməsindən gedir. Ölçüləri 2 sm-in üzərində olan və yaxud 2 sm-ə yaxınlaşan fibroadenomalardan, süd birləşdiri toxuman xəstəliklərindən və yaxud da müəyyən bərkimə sahələri olur süd vəzlərində. Həmin risk qrupuna aidsinizsə, onda ildə 2 dəfə
ultrasəs müayinəsi və ildə bir dəfə mammoqrafiya müayinəsi tövsiyə olunur. Doktor, ən yaralı bir yerimiz olan bir sual da verəcəm ki, bu diaqnostik müayinələr kimlər və harda, hansı mütəxəssislər aparmalıdır? Süd vəzi yoxlanışını çox təəssüf olsun ki, bu gün cəmiyyətdə bəlkə də ola bilər ki, qınamırıq bilgisizlikdəndir. Biz bunu daha çox ginekoloqlara müraciət edərək orada özümüzdə hansı problem və fəsad var deyə yoxlanışa başvururuq və burada da böyük bir yanlışın əslində kökünü qoyuruq. Ona görə də bunu elə sizin dilinizdən bu sağlam mesajı verməyinizi istəyəcəm ki, bu müayinələri kimlər aparmalıdır? Təəssüf ki, indiki dövrdə bəli, bəzi tibb ocaqlarında mütəxəssislər artıq digər sahələrə aid olan, yəni ixtisaslaşmış mütəxəssislər artıq mammoloqdular. Söhbət digər ixtisaslardan, terapevtdən də gedə bilər, ginekoloqdan da gedə bilər. Artıq mammoloqdular, artıq belə deyək, endokrin həkimləridir, yəni ya endokrinoloqlardır. Əlbəttə, hər bir orqanın öz mütəxəssisinə müraciət eləməlisiniz. Yəni, süd vəzi xəstəliyinə şübhəniz varsa, özünüzdə şübhəniz varsa, əlbəttə, mammoloqa müraciət eləməlisiniz. Sizin ilk və son kömək eləyə biləcək insan mammoloqdur. Artıq sizə burada ginekoloq, terapevt kömək eləyə bilməyəcək. Yəni, mammoloqun baxışından sonraki mərhələlərdə artıq siz yardımlarınızı mərhələli sürətdə, əgər Allah uzaq eləsin, süd vəzi xərçəngi aşkarlanarsa, ondan sonraki mərhələlərdə artıq xəstəliyin dəqiq biopsiya vasitəsilə dəqiq diaqnozunun qoyulması, ondan sonraki mərhələyə, yəni süd vəzi xərçəngi irəliləmə mərhələsinə uyğun olaraq kimyoterapevtdə, cərraha və yaxud da şüa terapiyası həkiminə, radioterapiya həkiminə müraciəti artıq bunların hamısını mammoloq idarə edir. Bəli, kontrolda saxlayır. Dəqiq olaraq həmin xəstəliyin olduğu orqana uyğun olaraq həmin mütəxəssisə müraciət edir. Məsələn, ginekoloqlar, bayaq qeyd edərsiniz ki, yanlışlıqla terapevtlər, ginekoloq, digər sahələrin mütəxəssisləri artıq süd vəzi müalicə eləməyə başlayıblar, qalxanvari vəzi xəstəliklərini müalicə edirlər və yaxud da dəri dermatoloji müalicələrə başlayıblar. Yəni, çox yanlışdır bu. Əlbəttə, hər bir sahənin mütəxəssisi öz sahəsi ilə məşğul olsa çox önəmlidir və ondan orada daha yararlı olar, mənə elə gəlir. Bəli, sırf olaraq burada həkim, mammoloq, onkoloq, mammoloqlardan gedir və onların təyinatı üzrə təbii ki, bu sahədə çalışan həkim, radioloqlardan söhbət gedir ki, o təyinatı da məhz sizə onkoloq, mammoloqlar yönəldir. Sonda çox qısa cavab istəyəcəm Günel xanım. Ümumiyyətlə, qadın olaraq, xanım olaraq necə edək ki, bu sağlamlığımızı qoruyaq və yaranacaq kiçik də olsa bir fəsadı qorxmadan belə cəsarətlə məhz sizin kimi peşəkarlara müraciət edək. Ülviyə xanım, Turab doktora əlavə olaraq onu da qeyd etmək istəyərdim ki, yəni deyirsiniz ki, ginekoloqlara müraciət, səhv diaqnoz ancaq vaxt itkisidir. Vaxt itkisidir və deməli, hər bir qadın məlum olduğu kimi ailəsini, evladını necə qoruyursa, biz özümüzü də qorumalıyıq və xanımlar o cümlədən də maariflənməlidir. Keçən ay, yəni oktyabr ayı süd vəzi xərçəngi ilə mübarizə ayı çərçivəsində bəzi maarifləndirici tədbirlər həyata keçirildi və bunların məqsədi adətən qadınları maarifləndirməkdir ki, çünki erkən mərhələdə süd vəzi xərçəngi 95% hallarda sağalandır və erkən diaqnoz, erkən müalicə, erkən xəstəlikdən qurtarmaq deməkdir. Sağlam qadın isə sağlam millət və sağlam cəmiyyət deməkdir. Yəni, müayinələrə və həkimlərə müraciət etməkdə heç də qorxu yaşamayaq. Yəni, həkim ən azından bizlərdə iştirak edən, elə professor da keçənlərdə bir söz dedi ki, deyirlər, xəstəliyim yox idi, doktor, gəldim sizə xəstəyə tapdır, dedim ki, bəli, şkafı açdım və oradan xəstəliyi mən sizə verdim. Yəni, bu yoxdursa, həkim olmayan xəstəliyi var kimi demək ümumiyyətlə bu mümkün deyil. Əgər onlar görüb və aşkarlayıbsa, nə gözəl ki, həqiqətən ona sevinmək lazımdır ki, məndə xəstəlik aşkarlandı və bunu təbii ki, mənə peşəkarlar və mütəxəssislər dedi. Təşəkkür edirik sizin hər birinizə, o dəyərli zamanınızı bizimlə keçirdiyiniz üçün. Bugün qonaqlarımız Milli Onkologiya Mərkəzinin həkim, radioloqu Turab Abdiyev və eyni zamanda həmin mərkəzin onkoloq, mammoloqu Günel Məmmədova idi. Onkoloji xəstəliklərdə və qadınlar arasında mən deyərdim ki, ilklərdə durur, ilk sıralarda süd vəzi xərçəngi
xərçəngi dayanır və təbii ki, bu xəstəliklərdən, vəzidə olan xəstəlik və onun laqeyd qaldığımızdan dolayı yaratdığımız xərçəng xəstəliyinin belə diaqnostikanın rolu, ümumiyyətlə müayinəni, müalicələri kimlər aparmalıdır? Hər zaman deyirəm ki, doğru düzgün mütəxəssis bizə doğru düzgün müayinə və diaqnostikanı verir, o isə sonda effektiv nəticəni verir. Xərçəng son deyil, zamanında müraciət bizim bütün ailə üzvlərimizi və cəmiyyəti qurtarmaqda böyük bir kömək və dəstəyi var. Bugünlük bu qədər, hər birimizə sağlam can və sağlam ruh arzuluyuruq. Sonda isə Ajans Az Xəbər portalı saytına bizim proqramımızın informasiya dəstəkçi olduğuna görə dərin təşəkkürümü bildirirəm. Sabah eyni zamanda, eyni vaxtda fərqli bir mövzu ilə görüşmək ümidi ilə salamat qalın. Verilişin baş sponsoru Best Beef ət və ət məhsulları.